Salam aleykum, hamını yeni videodan salamlayıram. Videonun başlığından da gördüğünüz kimi bu günləri və bu günlərdə hətta demək BYD-nin soyuq şəraitdə özünü necə aparması barədə yaşadıqlarımı, yəni maşının və mənim yaşadıqlarımı sizinlə paylaşacağım. Bu arada Qəbələdəyik, gördüğünüz kimi normal bir qar yağıb. Bu günləri fevral ayının 22'sidir, 2025-ci il. Demək gəlib çatmışıq, şükür Allah. Hər şey yaxşıdır. Maşının üstündə də yəni qış təkərlər deyil, adi təkərlərdir. Maşının üzərində gələn təkərlərdir. Bu arada Qəbələyə gəlmək istəyənlər üçün məsləhət, yəni gələcəyinə, indi mən bu video çıxandan sonra qar olacaq, olmayacaq. Normalda çalışın, istifadə edin Kürdəmir yolun. Yəni Ləkidən girin, yəni Ağdaş yolu ilə gəlin birbaşa Qəbələyə. Yəni köhnə Dədəbaba yolun ümumiyyətlə istifadə eləməyin, o yol təmirdədir hələ də, yəni qurtarmayıb. Qurtaranda hər hansısa bir videoların birinin içərisində çəkib onu paylaşacağım. Amma belə yəni qarlı buzlu havalarda, yəni dönəmlərdə belə deyək, çalışın bu yolu istifadə edin. Başqa vaxtlarda ikinci alternativ yol olaraq, yəni İsmayıllı yoluna alternativ olaraq istifadə edə bilərsiniz. Şamaxıdan Perevalla düşürsünüz Ağsuya, Ağsudan Göyçay, Ağdaş, Qəbələ. O yolu istifadə edə bilərsiniz. Amma Perevalı belə havalarda yəni istifadə eləmək tövsiyə eləmirəm, yəni şəxsən özüm. İndi kimin sürüş qabiliyyəti var, təkərləri, maşını imkan verirsə, buyurub istifadə edə bilər. Belə yanacaq sərfiyyatı haqqında deyəcəm. Ümumiyyətlə qarda necə gedir, necə gəlir, baxda məlumat verəcəm. Bizim yolumuz, yol gördüyünüz kimi buzludur. Hal-hazırda da temperatur mənfi 4'tür. Yuxarıda görə bilirsiniz. Yəni belə havalarda, yəni bu təlim videosu deyil, sadəcə olaraq təcrübədən dolayı sizə bəzi məlumatlar demək istəyirəm ki, yəni çalışın çox da qazdan istifadə eləməyin. Yəni qazdan istifadə elədiniz, zaten bu maşın probuksovka eləməyə başlayan kimi ABS kilitləyə bilər təkərlərinizi. Bir də ani tormozlanmadan istifadə eləməyin. O tormozlanmadan da istifadə eləməmək üçün kəskin tormozlardan Nastrokadan girirsiniz New Energy. New Energy'də Larger rejiminə qoysanız əgər, Larger rejiminə qoyanda ayağınızı qazdan çəkəndə avtomatik özü tormozlanma eləyir. Niyə? Çünki bu Energy Recycle moddur, üstündə də gördüyünüz kimi. Bu rekuperasiyadır. Yəni rekuperasiyanı siz bir var standart rejimi, bir də var larger, yəni daha geniş şəkildə rekuperasiya eləyir. Daha çox enerji yığmaq üçün. O yüzden yəni belə vəziyyətdə çox da qazdan istifadə etməmiş olursunuz. Yəni buraxırsınız, maşın görürsünüz özü tormozlayır, dayanır. Belə yanacaq sərfiyyatımız indi sizə deyəcəm. Bu cür şaxtalı havada, indi mən Bakıdan çıxanda burada 158.2 idi. Hətta ötən taksi vlogunda da onu görə bilərsiniz. Həmən vaxtdan sonra yəni 158.2-dən sonra birbaşa olaraq Qəbələyə gəlmişəm. Yəni aeroportdan gəlib qonağa götürmüşəm, gəlmişəm Qəbələyə. Təxminən də bir dəfə şarj eləmişəm. Həmən o şarjla da bir 35 kilometr falan getmişəm. Yəni bir şarj və 18 litr benzinlə demək 348 kilometr maşını sürmüşəm, gəlmişəm Ləki yolu ilə düz Qəbələyə. 348 kilometrə 18 litr çox yaxşıdır. Amma görürsünüz ki, yəni son bu 50 kilometr ərzində yanacaq sərfiyyatımız 6.7-yə çatıb. Və soyuq havalarda BYD avtomobillərinin ümumiyyətlə
digər dizel, benzin fərqi yoxdur avtomobillərin. Hətta elektrik avtomobillərində bilirsiniz ki, sərfiyyatı artır. Bu çox da təbiidir. Hələ nəzərə alsaq ki, mən 2 böyük, 2 uşaq və dolu bagajla gəlmişəm. Məncə yaxşı göstəricidir BYD üçün. Qəbələnin yolları haqqındasa desəm, Qəbələni yəni turda işləyənlər, turizmdə işləyənlər bilir. Qəbələnin yolları həmişə bu qarlı havalarda falan çox da yəni yaxşı təmizlənmir. Nə bir qum səpili düzəməlli, yəni yolların bir çoxu indi çalışacağam sizə əlavə də göstərim. İndi bu yol biraz normaldır. Qalan digər əsas yollar belə olsun, istəyir məhəllə arası olsun. Yollar çox da yaxşı tənzimlənmir, təmizlənmir. Halbuki ən çox istirahata gəlinən və yerli və xarici turistlərin istifadə elədiyi bir yerdir. Yəni Qəbələ, Şahdağa yollarını hardasa belə deyək də təmizləyirlər, nəzarət var. Yəni bu qaydada olmur. Amma Qəbələyə niyəsə bilmirəm, yollar təmizlənmir. İndi hansı qurum ona zabit etdi onu bilmirəm. Buradan da izləyib görürlərsə, bilmirəm, baxırlarsa bu videoya, zəhmət olmasa yəni biraz yolları təmizləyin. Yəni hadisələrin qabağını almaq olar. Piyada ölümləri baş verə bilər. Təkcə maşınlar xəsarət almır. Hər hansısa bir piyadanı görüb adi vəziyyətdə saxlamaq olursa, qışda, buzlu havada, soyuqda tormuz yolu biraz uzanır. O yüzden de insanlarımızı nəzərə alsaq çox gözəl olar. Belə videonu izləməyə də davam edin. Qəbələnin müxtəlif yerlərinə gedəcəyik. Hətta Şəkiyə də gedəcəyik. Yolda başımıza gələnlərdən falan hamısından sizi məlumatlandıracağım və sonda da ümumi bu 4 gün ərzində nə qədər yol sürdüm, Qəbələyə getməyə, qayıtmağa bir yerdə və inşallah ki bir problem yaşamarıq və yaşadığımız problem nədirsə, o problemi də sizə çəkib göstərib paylaşacağım inşallah. Bu da bizim Qəbələdə ikinci günümüzdür. Gecə dayanmadan qar yağıb. Qarın səviyyəsində görürsünüz. Bu da maşınımız, gecə gətirdik navesin altına. Maşın normal qaydasında xoda düşdü. Zərətqamız 37. Belə maşın hələ eləci çəkilmiş vəziyyətdəydi. Çünki bunlar da avtomatikdir. Amma normalda yəni qarlı havada tövsiyə olunmur. Yəni ruçinoyu çəkməyimiz, ruçinoy dona bilər. Şükür Allah bizdə donmayıb. Maşını çıxardıq buradan. Yolların vəziyyətini göstərəcəm sizə. Yola çıxdıq. Gördüyünüz kimi maşın düzdür. Yerindən tərpədəndə elektriklə tərpənmişdi, amma hal-hazırda motor özü işə düşdü. Niyə? Çünki havanın temperaturu hal-hazırda -4'dür. Və motoru özü isidir. Yəni ən çox verilən suallardan biridir bu qış vaxtı ki, maşını qızdırım, qızdırmayım, necə qızdırım? Necə qızdırım barədə deyə bilərəm. Parking rejimində maşını dayanan yerdə ayağınızı qoyursunuz qaza, sıxıb saxlayırsınız, nə qədər istəyirsinizsə saxlayırsınız və maşın motoru qızır. Hal-hazırda gördüyünüz kimi, yəni mənim maşınım ayağım qazda deyil. Motor öz-özünü qızdırır. Yəni lazım temperatura qaldırır və lazım olduqca da yenə də havasını saxlayır. Yəni motorun istiliyin havasını saxlayır. Belə yolların vəziyyətini görürsünüz. Hal-hazırda qabaq çəkən olduğuna görə
hələ ki bir problem yaşamırıq. Düzdür, düz yoldur, amma yenə də maşın hərəkət edir. Şükür Allah, yəni dünən bugün mənə yolda qoymayıb. Yolların vəziyyətini görə bilərsiniz. Qəbələdə bəzi yollara qum səpilib. Amma bəzi yollarda gördüyünüz kimi elə qar necə yağıbsa belə də qalıb və hətta maşınlar keçib və qar pres olub yapışıb asfalda. Bu günlərdə təxminən bir 30 kilometr maşın sürmüşük. Hələ ki maşın heç bir problem yaratmayıb. Ön çəkən maşınların üstünlüyüdür. Çünki baxıram Mercedeslər əsasən də yəni Vitolar, turizmdə olanlar əziyyət çəkirlər konkret. Çünki arxa çəkən də çoxlara. Yolların vəziyyətini görürsünüz. Hava hal-hazırda yenə də -4-dür. Bu gecə təxminən -18 dərəcə, 14-18 arası gözlənilir. Yəni 30-40 normal sürmək olur hələ ki. Gördüyünüz kimi hal-hazırda biraz açıq idi mən gələndə. İndi hal-hazırda qar yağır. Və yol yavaş-yavaş tutulmağa doğru gedir. Saat 6-ın yarısıdır. Bu da növbəti 3-cü günümüzün səhəridir. Maşın normal qaydasında işə düşdü. Belə maşın çıxaraq. İndi yeganə problem nədir onu sizə göstərəcəm. Demək, yeganə problem bu barkaların tam olaraq dolmasıdır. Görürsünüz. Təkərin tərpənməyə yeri yoxdur. Bilmirəm, gün çıxıb bəlkə biraz əridir. Amma 4 təkərin 4'ü də elədir. Bu tərəfi istədim, biraz əridim, o da alınmadı. Yəni əllərim qırıldı soyuqdan. Burada həmçinin görürsünüz. Arkanın içində çox yeri yoxdur. Maşın da biraz yanmaya və yaxud da hündür bir yerə qalxıb düşəndə maşın elə bir ki təkər vurur buza, buz da vurur korpusa. Başladıq 3-cü günümüzə. Bu günlərdə böyük ehtimal ki Şəkiyə gedəcək. Maşın elə biraz yerimizdən ayrılandıq. Motor avtomatik koda düşdü və bu təxminən bir dəqiqə indi burada zəiflədi sürətimiz. Özün qızdıracaq. Yəni maşının özün qızdırmağı yenə yandı. Özün tənzimləyir. Yəni bunun qızdırdım, qızdırmadım, problem yaşadım. Elə bir şeylər baş vermir. Yəni ağıllı sistemdir. Hazırda da -1'dir. Gecə -18 dərəcə kimi düşür. Bugün gecə də yəqin ki şaxta daha çox olacaq. Çünki artıq hava açıldı. Neçə gün sonra gün artıq çıxdı. Böyük ehtimal ki bu günlər şaxta daha çox olacaq. Belə təxmin enerji itkimiz də olmayıb. Yəni dünənlərə yığdığın, gecə yığdığın demək olar ki 1% maksimum fərqlə səhərə eyni enerji qalır. Yəni enerji itkimiz də olmur. Gəldik, bunu istipara gətirdik. Bu da nəticə. Arxa qabaq tam yüzdürdük. Biz bəzi yerlərdə yenə də qalıb. Onsuz indi Şəkiyə gedəndə zaten buralar hamısı dolacaq. Demək, bütün Şəki və Qəbələdən Şəkiyə gedən yol bu formadadır, qupqurudur səhərdən. Yəni rahat gedib gəldik. Yəni burada çəkib paylaşmalı, sırf qara görə heç bir şey olmadığından
qaydan başı sizə yolu göstərim. Və 3 gündür, bu günlərlə 3-cü gündür Qəbələdəyəm. Nəhayət ki, mən hansısa bir texnika görürüm. O da ki, maşallah bu yol töv qardır. Gördünüz. Çıxıb yolları təmizləməyə sağ olsun. Yəni bu dəqiqə hava su kimi lazım idi. Texnika. Sağ olsun çıxıb onu eləyirlər. Möcüzə. Belə 3-cü günümüzü də belə başa vurduq. Maşında heç bir narahatçılıq yoxdur, şükür Allah. Düzdür, arkaları təmizləmişəm. Təzədən elə bir ki, yol boyu su biraz gedib o rulovan ödəməzdim. Bu qranat falan olan napılnik falan oralar, amortizatorun alt hissələrin biraz orada buz var. Bəyələr elə bir ki, əyləzdən istifadə eləyəndə belə taqqıltı səslər başladı gəlməyə. Hər yerinə baxdım, gördüm heç nə yoxdur. Biraz sağ-sol rolu sağa-sola oynatdım, biraz tormuz verdim. O səs etdi. Başa düşdüm ki, o buzuymuş. Bunun əksər hissəsini elə bir ki, əyləzdən istifadə eləməmişəm. O su vurub, donub orada böyük sürətdə. Yəni onun problemimiş. Başqa şükür Allah hələ ki, bu 3 gündə bir problemlə yaşamadıq. Sabahlarda sonuncu günümüzdür. Daha hal-hazırdakı hava durumudur. Qəbələdə -14. Hiss olunur -19 dərəcə kimi. Gecə -16 dərəcə kimi düşür. Demək, bu da Qəbələdə 4-cü günümüz. Maşın yenə də rahat xoddandı. Buyurun. Və Qəbələdəki 4-cü günümüzdə artıq yollardan göstərməli bir şey yoxdur. Bu günlərdə hava günlüdür deyə. Yəni yollarda buzlaşma falan maksimum hansısa bir həyətin falan qabağında ola bilər. O yüzden çəkib göstərməli bir şey yoxdur. Amma səhər bəzi maşınları çəkmədim. Dedim birdən videoda düşmək istəməzlər. Bir çox dizel maşınlarda əsas da Vitolar, elə Hyundai'larda da səhər duranda onlarda demək yanacağın donmasına görə və yaxud ümumiyyətlə soyuq elə bir şeydir ki, kimin maşında nə problem varsa daha da bir üzə verir. O yüzden səhər yəni maşınların altında əməlli başlı kömür falan qoymuşlar, qızdırırdılar ki yanacaq açılsın və çıxıb gedə bilsinlər. Şükür Allah, yəni qalan maşın olmadı. Hamısının altında az qala bir dənə tonqal qaladılar. Maşınlar düzəldi, çıxıb getdilər. Belə inşallah sabah da qaydırıq Bakıya. Bakıya qaydandan sonra ümumi bu 4 günlük turumuzda neçə kilometr maşın sürdük. Nə qədər yanacağımız getdi, o haqda da məlumat verəcəm inşallah. Bu da növbəti son günümüzdür Qəbələdə. 4 gecə 5 gün qaldıq. Gəldi, işə saldıq. Biraz motor işə düşdü. Biraz bir 3 saniyə söndü. Belə indi Bakıya gedək çataq inşallah. Ümumi kilometrajı, yanacaq sərfiyyatımızı hamısını hesab kitab eləyərik. Və bu da son günümüz. Artıq gəlmişik, Bakıdayıq. Demək, tripimiz oldu. Yəni ümumi 4 gün Qəbələdə və 1 gün Şəkiyə gedib gəlməklə bir yerdə. Probegimiz oldu 969 kilometr. 967 də deyə bilərik buna. Və yanacaq sərfiyyatımız yazılı gəlirsə, videonun əvvəlində demişdim sizə 158.2. Və bu da təsadüfən də 208.2 də gəlib dayanıb. Bu da o deməkdir ki, biz 4 günə 50 litr yanacaq sərf elədik. Bu da indi 92 ilə bilməm nə qədər olar. 92 ilə, çünki 95-in yanmasında fərq var. Elə də bir böyük fərq olmayacaq, amma nəzərinizə çatdırım ki, mən 95 yanacağı ilə sürürəm maşını.
Və ümumi maşının probegimiz də 28.544'dür gördüyünüz kimi. Belə şaxtalar, böyük şaxtalar oldu gördünüz. Fikirlərimi birazdan deyəcəm, qonaqlarım qayıtdı. Müştərilər gəldi, çəkilişi dayandırası oldum. Demək, probegimiz 967 yox, videoda biraz səhv dedim. 970 kilometr, 1000 kilometrə də götürə bilərik. 1000 kilometrə bizim təxmini getdi yanacağımız 50 litr. Və bu da o deməkdir ki, 100-ə təxminən 4.9, yenə də onu da xırdalayıb axıra kimi gətirsək, yuvarlaqlaşdırsaq belə deyək, probegimiz olacaq 100-ə 5 litr. Yəni 4.90 litr, çünki 970-50 litr yanacağımız gedib. Biraz da orada tokumuz olub. Yəni 100-ə 5 litr o cür soyuqda məncə çox gözəl nəticədir. Və nəzərə alaq ki, Qəbələnin enişi də, yoxuşu da var. Yəni biz həm yolda gedəndə trasda sürmüşük, həm maşın gedəndə gələndə yüklü olub, 2 böyük, 2 balaca və bagajımız da dolu olub. 2 böyük və 1 orta çanta götürmüşəm. Həm gedəndə, həm qaydanda. Yəni bunlar hamısı şərtdir. Yəni 0.1 də, 0.2 də olsa təsirini qoyur. Amma qış üçün və belə hətta şaxta üçün səhərlər -4-5 olurdu düzdür, amma gecələr də, axşamlar da mən hərəkət edirdim. Hansı ki -10-12, amma po ощущениям, yəni -13 dərəcə kimi də hiss olunurdu. Gecələr hətta -18 oldu və gördüyünüz kimi heç bir donma, heç bir problem maşında baş vermədi. Düzdür, deyə bilərsiniz təzə maşında, amma yenə də 29.000 probegi var. Yenə də bu maşının adı pisdir. Bakıda hələ bundan sonra biraz da pisə çıxacaq. İndi biraz bu sahibkarlar alıb veriblər sürücülərə. Allah yaxşı sürənlərin canı sağ eləsin. Qalanlarına isə heç belə yaxşı arzularım yoxdur. Yəni adam sürəyə halal qazanır. Yəni dəfələrlə fakt eşidirik və görürük maşın necə sürürlər, haralara sürürlər, necə sürürlər. Maşına 1 qram baxmaq yox. Sahibkarların özləri, flitlərin özləri hətta belə maşınlara baxmırlar. Maşınlar zərərli olunmur. Bu da böyük bir şərtdir. Yəni BYD kimi dünyada mən bildiyim qədərinə 2-ci ya 3-cü yerdədir. Yəni 2-ci yerdəydi mən görəndə, indi ola bilər bir aşağı bir yuxarı. Yəni batareya təchizatı üzrə Çində ən azından 2-ci yerdədir, bu dəqiqdir. Onun belə batareyasını Azərbaycanda sürücülər gətirib pusa çıxardacaqlar. Yəni bütün reputasiyasını öldürəcəklər. Belə maşın gördünüz, gözüm qabağında hər gün gəldim, səhər xodladım, getdik, qayıtdıq. Bakıda da sürdüm. Heç bir problem olmadı, şükür Allaha. Belə bu videomuzda bu qədər. Əgər maraqlı oldusa sizə, zəhmət olmasa videonu bəyənin və növbəti videolarımız maşının nəyi haqqında olsun, yəni nə sizə maraqlıdır ümumiyyətlə. Suallarınızı yazın rəylərdə və ən çox gələn suallardan təxmin edib, mövzunu təyin edib, növbəti videolarımızda ona uyğun çəkəcəyik inşallah. Belə Allah hamımızın ruzusunu yetirsin. İnşallah gələn videolarda səslənərik. Özünüzə yaxşı baxın, sağ olun.